Deməli, qəzəb emosiyasını yenidən təsvir edirik. Qəzəb emosiyasında qaşlar aşağıya doğru düşmüş və birləşmiş formadadır. Qaş ortasında qırışlar olur, eyni zamanda alında da qırışlar olur. Əgər diqqət yetirsək, göz, necə deyirlər, qapaqları hər iki tərəfdən çox gərgin bir formadadır və gözlər bir yerə diqqətlə fokuslanıbdır. Aşağı göz qapaqları müəyyən dərəcədə qalxmış ola bilər. Ağız ya bağlanmış olur, amma bəzən nümayiş elətdir, ağız bir açıq formada da olur, belə bu formada. Bu zaman ağız düzbucaq formasında olur. Yəni iki formada da olması mümkündür və burun, necə deyirlər, pərlərini görəndə burun dərikləri genişlənir. Bu da ki, qəzəb emosiyasında daha çox güc, enerji lazım olduğuna görə oksigen həmin hissəyə çox dolmalıdır. Burun pərləri neyniyir? Genişlənir. Deməli, yaxşı, bəs saxta qəzəbi necə müəyyən edə bilərik? Saxta qəzəbdə burun pərləri genişlənmiş olduğu kimi qalır. Alında qırışlar olmuş və ən əsası, qaşın, necə deyirlər, ortasında da qırış olmuş. Diqqətinizə görə minnətdarım. Sağ olun.